Trump İranı yenə hədələdi. Ya İranla saziş bağlanacaq, ya da başladığı işi bitirəcək. Bəlkə də saziş imzalamağa yaxınıq. Bilmirəm. Hər bir halda qalib gələcəyik. Ya saziş bağlayacağıq, ya da başladığımız işi bitirəcəyik. Aydındır? Başladığımız işi bitirmək çətin olmayacaq. Mən saziş bağlamağa üstünlük verərdim. Çünki 91 milyon insana zərər toxunmasını istəmirəm. Biz onların körpülərini bir saat ərzində darmadağın edə bilərik. Biz onların enerji təchizatını, tikdikləri bütün o nəhəng, gözəl, müasir elektrik stansiyalarını sıradan çıxara bilərik. Onlar bunu bilirlər. Okeanın o tayından səsləndirilən sərt xəbərdarlığa Tehrandan reaksiya gecikməyib. İranın Xarici İşlər Naziri Abbas Ərəqçi bəyan edib ki, ABŞ tərəfindən təhdidlər davam edərsə, iki ölkə arasında yekun sazişin əldə olunması üzrə danışıqlara başlanılmayacaq.